Salam əziz şagirdlər. Bu videoda sizlərə 2024-cü il 10 mart tarixində keçirilmiş buraxılış riyaziyyat suallarının izahını verəcəm. Videoya keçməmişdən öncə qeyd edək ki, dərslərimizə qoşulmaq üçün qeyd etdiyimiz nömrə ilə əlaqə saxlaya bilərsiniz. Başlayaq izahlara. İlk sualdan çevrənin tənliyinə bağlı bir sualdır. Bilirik ki, çevrənin tənliyi x çıxılsın a kvadratı plus y minus b kvadratı bərabərdir r kvadrat şəklində olur. Və burada mərkəzi o 3, 10 dediyinə görə bilirik ki, bu a-nın qiymətidir. Bu isə b-nin qiymətidir. Gətirib yerinə yazsaq, o zaman alaraq ki, x minus 3 mötərizə kvadratı plus y minus 10-un mötərizə kvadratı bərabərdir r kvadrat olmuş olar. Və bizə burada deməli b3 8 nöqtəsindən keçdiyini deyirsə, yəni x-in qiyməti 3-dür, y-in qiyməti isə 8-dir. Gətirib qoyub radiusun qiymətini ala bilərik. Olacaq x çıxılsın, x yox artıq, deməli x-in yerinə 3 qoyacaq, 3 çıxılsın 3-ün kvadratı plus 8 çıxılsın 10-un kvadratı. Bu da bərabərdir r kvadrat olmuş olar. Bu gələcək sıfıra. Buradan alınır 8-dən 10 çıxsaq -2, -2-nin kvadratı bərabərdir r kvadratına, yəni r kvadratı bərabərdir 4-ə. Gətirib bu 4-ü də yuxarıda burada yerinə yazsaq, bu da bərabərdir 4. Yəni x çıxılsın 3-ün mötərizə kvadratı plus y çıxılsın 10-un kvadratı bərabərdir 4-ə. Bu da bizə doğru cavab kimi verib Y variantında. Növbəti suala baxaq. Deməli, növbəti sual üslü tənlik olan bir sualdır. Bilirik ki, 125 nədir? 125-i biz yaza bilərik 5-in kubu şəklində. Əsaslar eynidirsə, deməli qüvvətlər də eynidir. Yəni x kvadratı minus 2x bərabərdir 3 şəklində ala bilərik. Tənliyimizin kiçik kökünü bizdən istəyir. 3-ü sol tərəfə keçirsək, alaraq ki, x kvadrat çıxılsın 2x çıxılsın 3 bərabərdir 0-a. Buradan da alarıq ki, deməli tənliyin köklərinin hasili -3, cəmi isə 2 verməlidir. Bu da 1-dən 3-dür. x1 bərabərdir 3, daha doğrusu -1-dən, x2 də bərabərdir -1. Deməli, bizdən kiçik kökünü soruşmuşdu. VT görə köklərini tapdıq. -1 olacaq. Doğru cavab oldu burada A variantı. Sonra, baxaq burada 3-cü suala. Deməli, 3-cü sualda bizə nə verilib? Düz xətlərin kəsmə nöqtələrinin koordinatlarının hasilini tapın. Deməli, düz xətlərin kəsmə nöqtəsi deyərsə, yəni düz xətlər kəsişirsə, bu zaman bunlar bir-birinə bərabər olmalıdır. Yəni, 3x çıxılsın 7 bərabərdir 5x çıxılsın 13-ə bərabər olacaq. Buradan da həll eləsək, 2x bərabərdir 6-ya, x bərabərdir 3-ə. x3 tapmış olaraq. Bizdən koordinatların hasilini soruşur. Biz y-i də tapmalıyıq. Fərq etməz ya burada qoyun, ya da burada yerinə qoyun. Deməli, y bərabərdir 3 vurulsun 3. Mən burada yerinə qoydum. Çıxılsın 7. Bu da bərabərdir 2. Deməli, y 2-dir, x də 3-dür. Hasili bizə verəcək 6. Doğru cavab kimi D variantında göstərilibdir. Sonra növbəti suala baxaq burada. Deməli, 3-cü sualdır bu. 4-cü sual. Deməli, növbəti sualda. Bizdən çoxluğunun elementlərindən rəqəmləri təkrarlanmayan neçə müxtəlif 2 rəqəmləri yazmaq olar soruşur. Deməli, bizdə 3 dənə element var. 3, 4, 5. İlk gələn sırada mən bu ədədlərin hər üçünü də yaza bilərəm. Həm 3-ü də yaza bilərəm, həm 4-ü də yaza bilərəm, həm 5-i də yaza bilərəm. Yəni, bunların 3-ü də, bu 3 sayıdır. 3-ü də burada iştirak edə bilər. Daha sonra isə, növbətində isə ancaq mən bunların 2 dənəsindən istifadə edə bilərəm. Məsəl üçün, bura mən əgər tutaq ki, 4-ü bura yazmışam. O zaman mən birinci ədədən, yəni ədədin birinci rəqəmində 4-ü yazmışamsa, ikincidə ancaq 3 və 5 ola bilər. Yəni 2 dənəsi maksimum ola bilər. Amma burada isə həm 3 ola bilərdi, həm də 5 ola bilərdi. Yəni burada 3 dənəsi, burada 2 dənəsi olacaq. Bunlar da hasil bizə verəcək 6. Doğru cavab kimi A variantı götürəcəyik burada. Sonra növbəti suala baxaq. Növbəti sual loqaritmə ilə bağlı bir sualdır. Deməli, bu sualda biz necə edəcəyik? Bilirik ki, əgər loqaritmalar əsaslar eynidirsə burada, hər ikisi də 3 əsasdandır, o zaman biz bunları toplamanı vurma şəklində yaza bilərik. Toplamanı vurma şəklində yazacağıq. Yəni, yazacaq ki, loqaritma 3 əsasdan 5-də 9 vurulsun 5. Xassəyə görə. 5-lər burada gedər, qalar yerdə loqaritma 3 əsasdan
9. Bu isə bizdə 2-yə bərabərdir. Doğru cavabımız olacaqdır. Y variantı. Növbəti suala baxaq. Deyir ki, kürənin radiusunu necə dəyişmək lazımdır ki, həcmi 8 dəfə artsın. Aha. Kürənin həcm düsturu nədir? V bərabərdir. V bərabərdir. 3-də 4 pi r kubu. Fikir versək, burada həcm radiusla kubik aslıdır. Kubik düz aslıdır. O zaman biz həcmin 8 dəfə artması üçün radiusu da 2 dəfə artırmalıyıq ki, həcmin 8 dəfə artsın. Doğru cavabımız olacaqdır. D variantı. Sonra 7-ci suala baxaq. Deyir, iki perpendikular müstəvinin birindən 5 cm, digərindən isə 12 cm məsafədə yerləşən nöqtədən bu müstəviyə keçmək xəttə qalan məsafəni tap. Deməli, 2 dənə perpendikular bir müstəvi verilib. Deməli, birindən 5 cm, tutaq ki, burada da həmin nöqtə bu müstəvidən 5 cm məsafədədir. Bu müstəvidən də isə 12 cm məsafədədir. Bizdən bunların kəsişmə nöqtəsinə qədər olan məsafəni soruşur. Yəni, bizdən buradan bura kimi olan məsafəni soruşur. Bura əgər 5-dirsə, o zaman burada paralel olduğuna görə 5-dir. Və burada düzbucaqlı üçbucaqdır. Yəni, bu bir düzbucaqlı üçbucaq əmələ gəlir desək, daha səliqəli göstərək. Bura yəni məsafə olduğuna görə bura 90 dərəcədir. Aha. Deməli, bura 90 dərəcədir. O zaman bizdən də buradan məsafəni soruşursa, Pifaqora görə 5, 12. Burada da Pifaqora görə 13 tapmış olacaq. Yəni, doğru cavabımız olacaqdır. C variantı. Sonra, növbəti suala baxaq burada. Deməli, 7. Növbəti sual. Aha, 8-ci sual buradadır. Bu hansı sualı yəqin davamıdır. Aha, bizdən 8-ci sualda soruşulur ki, çoxhəddilisinin vurğulara ayırın. Nə edə bilərik? Çox asan bir şəkildə, yəni buradan hazır görsənir. A çıxılsın B-ləri çıxarsaq, A çıxılsın B vurulsun x kvadratı minus y kvadratı. Bunu da açsaq, alırıq ki, A çıxılsın B vurulsun x minus y və x plus y almış olarıq. Doğru cavabımız da bizim burada olacaq. Y variantı. Bu qədər sadə. 9-cu suala baxaq. Trigonometri təli ilə bağlı bir sualdır. Ancaq biz burada sinus kvadrat x bərabərdir 1 verilibsə, dərəcənin aşağı salınmalıyıq. Mən deməli, burada sinus kvadrat x-in yerinə yazacağım 1 çıxılsın kosinus 2x bölünsün 2. Yəni, sinus yəni yazacağım ki, sinus kvadrat x bərabərdir 1 çıxılsın kosinus 2x bölünsün 2. Bu şəkildə yazacağım. Və bunun da burada verildiyi kimi 1-ə bərabər olduğunu görürük. Buradan alırıq ki, 1 çıxılsın kosinus 2x bərabərdir 2-yə. Və buradan alırıq ki, kosinus 2x bərabərdir mənfi 1-ə. İndi hesablasaq, 2x bərabərdir kosinus mənfi 1-ə alır. Pi plus 2 pi kada buradan da x-i tapsaq, x bərabərdir pi bölünsün 2 plus pi k. Bu şəkildə bir cavab olmuş olacaqdır. Baxaq, yəqin növbəti dəfədə göstərilib bu cavablar. Deməli, bu da bizə verilib burada. B variantında pi bölünsün 2, üstə gəlsin pi k. Bu şəkildə verilmiş olubdur. Sonra baxaq 10-cu suala. Kəsrlərlə bağlı bir sualdır. Bu sualları həll etmək üçün biz nə edə bilərik? Fərqli yollarla yazmaq olar. Sadəcə surəti 100-ə, məxrəci də elə 100-ə vursaq, yəni bu hissəni də 100-ə vurub, buranı da 100-ə vursaq, o zaman alınacaq 30 bölünsün 15 çıxılsın. Deməli, biz buranı 100-ə vursaq, çünki surəti 100-ə vurduq, 100-ə vursaq, o zaman 20 ilə 100 ixtisar gedəcək, yuxarıda qalacaq 13 vurulsun 5, məxrəcdə də qalacaq 26. Buradan 30-u 15-ə bölsək 2, 13 ilə də 26 ixtisar gedər. Burada qalar 2, 2 çıxılsın, 5-də 2-yə bölsək 2,5. 2 çıxılsın 2,5, bu da mənfi 0,5 vermiş olacaq. Doğru cavabımız bizim verilib burada C variantında. Daha sonra baxaq növbəti suala. Bərabərsizliklə bağlı bir sualdır.
Asan bir sual. Bakın biz burada 3 plus x kiçik bərabərdir 7-də 3'ü sağ tərəfə keçirsək alarıq ki, x kiçikdir, kiçik daxildir 4-dən. Və burada x-in naturallardan söhbət gedirsə, x hansı qiymətləri alır? X 1-i alır, 2-ni alır, 3-ü alır və 4-ün özünü alır. Bunların da cəmi bizə veriləcək 10. Doğru cavabımız C variantı. İndi isə 12-ci sualdan davam eləyək. Faiz aid bir sualdır. Çox sadə. 300 ədədinin 40%, 300 ədədində 40%, yəni 300 vurulsun 40 bölünsün 100. Bu da bizə doğru cavab kimi verəcək. 0-a ixtisar gedər. 120. D variantı. Asan bir sual. Daha sonra burada baxaq 13-cü suala. Deyir ki, tam səthinin sahəsi 150 cm kvadrat olan kubun bir üzünün diagonalını tapın. Deməli kubdursa bilirik ki, kubun tam səthi nədir? S tam bərabərdir. S tam bərabərdir. Kub olduğunca bütün üzləri bərabər olacaq. Yəni tərəfi AA olan kvadratdır. Ondan yaranan bir kubdur. Yəni 6 dənə üz olduğuna görə S tam bərabər olacaq 6A kvadratına. Bu isə bərabərdir 150-yə. Buradan həll etsək A bərabərdir 5 olur. Deməli A 5-dirsə bizdən kubun diagonalını soruşur. Gəlin bir dənə bir kub çəkək. Tam şəkil üzərində bir aydın olsun. Deməli bu bizim bir kubumuzdur. Şəkil səliqəsiz ola bilər. Sadəcə çalışaq ki, oxşadaq. Aha. Deməli kubun artıq A5 tapmışamsa, deməli tərəfin nədir? 5-dir. Yəni burada 5-dir, hər üzün tərəfi 5-dir. Bizdən də bunun diagonalını soruşur. Diagonalını soruşursa, yəni buradan bura olan məsafəni soruşur. O zaman tərəfi 5, 5. Artıq burada bir, həm də ki, burada 90 dərəcədir. 5, 5 katillər 5-dirsə, hipotenuz nə qədər olacaq? Yəni burada artıq diqqətlə baxsa bir üstücaq əmələ gəlir sanki. O zaman bura nə olacaq? 5/2. Yəni bu isə olacaq 5, bu isə olacaq 5/2. Doğru cavabımız da bizim burada olacaq B variantı. Asan bir sualdır. Sonra baxaq 14-cü suala. Biz burada nə edə bilərik? Bu sualdan topla yetərincə qədər işləmişik. Bu ifadənin hər tərəfini kvadrata yüksəltsək, alaraq ki, A kvadratı plus birinci ilə ikincinin hansının 2 misli. Yəni 2 vurulsun A, vurulsun 1 bölünsün A, plus 1 bölünsün A kvadrat. Bu da bərabərdir 3-ün kvadratda 9. Buradan alar gedər. Alaraq ki, A kvadratı plus 1 bölünsün A kvadratı. 2-ni də sağ tərəfə keçirsək, alaraq 7. Bizdən də bunu soruşmuşdu. Doğru cavabımız olacaq. Bu da 7. Bu qədər sadə. Sadəcə bir dənə hər tərəfə kvadrata yüksəltdik. Cavabımız da oradan alındı. Sonra buradan baxacağıq 14, 15-ci sual. Deməli, bu sualı necə həll edə bilərik? Birinci gəlin kök altı ifadələri daha da sadələşdirək. Deməli, 32 nədir? 32, 16 vurulsun 2 deməkdir. 18 isə 9 vurulsun 2 deməkdir. 16-dan nə çıxar? 16-dan kökdə 4 çıxar. O zaman 4 3-ə vurulacaq. Olacaq 12 kökdə 2 plus 9-dan da 3 çıxar. 3 4-ə vurular. Yəni 12 kökdə 2-də bu edər. Və bu da vurulsun kökdə 2. Bərabərdir. 12 kökdə 2-ni 12 kökdə 2-ni cəmi edəcək 24 kökdə 2. Vurulsun kökdə 2. Bu da bərabər kökdə 2 kökdə 2 vurular. 2, 24-də 2 vursaq doğru cavabımız olacaqdır 48. Sonra növbəti sual. Deməli burada bizə dərəcələri veribdir. Deməli bucaq A-nı buranın bizə 16 dərəcə veribdir. O zaman bura 16-dırsa bu hissə nə qədər olacaq? Bu hissə olacaq 32 dərəcə. Bettanı 20 veribdir. Daxilə söykənə görə o zaman bura nə qədər olacaq? Bura olacaq 40 dərəcə. Və bizdən qammanı soruşur. Bizə AMB-nin nə qədər veribdir? AMB bizə 130 dərəcə verilibdir. Artıq mən bura kimi tapmışam. 32 bu, 40 bu. Cəmisi buradan bura nə qədər elədi? 72. O zaman mən MB-ni tapmaq üçün nə etməliyəm? 130-dan 72-ni çıxmalıyam. Bu da bizə verir 58. Deməli, bura 58-dirsə, o zaman qamba da bunun yarısına bərabərdir. Yəni, bu qövsün yarısına bərabərdir. O zaman qamba bərabər olacaq. 58 bölü 2, bu da 29 vermiş olacaq. Doğru cavabımız burada 29.
Sonra növbəti suala baxaq. Deməli, növbəti suala görək hansıdır? 16. 17-ci sual bəs hardadır burada? 17-ci sual buradadır. Okey. Deməli, bu sualda biz nə edə bilərik? Biz burada toplama düsturun açılışını yazsaq, tangensin toplama düsturun açılışını yazsaq, elə buradan cavabımız alınacaq. Baxın, tangens alfa plus beta'nın açılışı nədir? Bərabərdir. Deməli, tangens alfa plus tangens beta bölünsün 1 minus tangens alfa vurulsun tangens beta. Bu bizim toplama düsturumuzdur. Okey, deməli buradan və biz bu bərabərliyi mənfi 11-də 8-ə bərabər olduğunu verib şərtdə biz buradan nə edə bilərik? Biz burada diqqətlə baxsaq, tangens alfa ilə tangens beta'nın cəminin 8 verdiğini görürük. Zaten buradakı məxrəzlə sürətlər də, baxın, sürəti nədir? Tangens alfa plus tangens beta və bu 8-ə bərabərdir. O zaman belə çıxır ki, məxrəc də mənfi 11-ə bərabər olacaq. Yəni, 1 minus tangens alfa vurulsun tangens beta bərabərdir mənfi 11-ə. Çünki burada mənfi ilə verilmişdir. O zaman biz burada tangens alfa vurulsun tangens beta'nın nə olduğunu alırıq. Bu da bərabərdir. Deməli, hasili tangens alfa tangens beta hasilin sağ tərəfə atıb mənfi 11-i sol tərəfə atsaq 12 almış olarıq. Yəni doğru cavabımız burada 12-dir. Sonra baxaq burada növbəti suala. 17-ci sual idi. İndi 18-ci suala baxaq. Deməli, bu sualda bizə deyir ki, həqiqi əmsallı burada kvadratdır bu. Deməli, həqiqi əmsallı x kvadrat çıxılsın 6x plus m bərabərdir 0 kvadrat tənliyinin köklərindən biri bu olarsa. Deməli, köklərdən biri əgər kompleks kökdürsə, digəri bunun qoşmasıdır. Yəni, x2 bərabər olacaq nəyə? x2 bərabər olacaq 3 plus 2i-yə. Digəri bunun qoşmasıdır. O zaman bizdən də m parametrin qiymətini soruşur. Biz bilirik ki, kvadrat tənlikdə sərbəst səth nədir? Sərbəst səth köklərinin hasilidir. Yəni, x1 vurulsun x2 bərabər olacaq m-ə. Bizdən də zaten m-i soruşur. x1-i veribdir 3 çıxılsın 2i. O zaman digər kökdə tapdı ki, bu qoşmasıdır. Yəni, x2 olacaq 3 plus 2i. O zaman bunları bir-birinə vursaq, bu da bərabərdir. 3 minus 2i vurulsun 3 plus 2i. Bunu da müxtəsərə görə gətirib yazsaq, olacaq 9 minus 4i-nin kvadratı. i-nin kvadratı bilirik ki, mənfi 1-dir. O zaman olacaq 9 plus 4 bərabərdir 13. Doğru cavabımız burada bizim oldu 13. Sonra baxsaq burada növbəti suala. 19-cu sual. 19-cu sual harada itibat olub? Burada. 19-cu sual. Deyək ki, rombun iti bucağı 60 dərəcə. Diagonalı isə 3 cm-dir. Rombun xarici oblasında olmaqla tərəfləri üzərində qurulmuş kvadratların sahələr cəmini tapın. Deməli, biz bunu necə həll edə bilərik? Bir dənə romb çəkək. Deyək ki, rombumuz olsun bu. Və rombun kiçik bucağını bizə veribdir 60 dərəcə. Bura 60 dərəcə verilir. Okey. Bizə deyək ki, kiçik diagonalı isə 3-dür. Yəni, buradan bura olan məsafəmiz isə 3-dür. Və bizə deyək ki, rombun xarici oblasında olmaqla tərəfləri üzərində qurulmuş kvadratların sahələri cəmi. Yəni, bizdən bunları soruşur. Baxın, tərəfləri üzərində qurulmuş kvadratların, artıq bunların tərəfləri üzərində bir dənə kvadratlar qurulub bu şəkildə. Bunlar artıq kvadratlardır. Bizdən bu kvadratların sahələri cəmi soruşur. Kvadratsa bilirik ki, bütün tərəflərdədir, bərabərdir. Yəni, bura əgər A-dırsa, o zaman burada A-dır. Bura əgər A-dırsa, burada A-dır. Hər tərəf A-dır, yəni. İndi biz burada diqqətlə baxsaq, görərik ki, burada nə alınır? Baxın, burada alınır, qırmızıdan göstərəcəm. Burada bir bərabər tərəfli üçbucaq alınır. Hardan bildik? Baxın, bu tərəf A-dırsa, burada A-dır. O zaman oturacaqlar bitişik bucaqlar bərabərdir. İti bucaq
təpə bucaq yəni 60-dırsa, digər bucaqların cəmi 120 olmalıdır. Bərabər qanun düşünə görə o zaman burada 60-dır, burada 60-dır. Və belə nəticəyə gəldi ki, bu ispat bərabər tərəflidir. Onda bura 3-dürsə, belə çıxır ki, bütün tərəflərimiz 3-dür. Burada 3-dür, burada 3-dür, o zaman burada 3-dür. Yəni bütün tərəfləri 3 olan bir kvadrat alındı. İndi isə bizdən qurulmuş kvadratın sahələri soruşur. 4 dənə kvadrat alınıb. Hər kvadratın sahəsi nədir? Buranın sahəsi tərəfi 3-dürsə, sahə 9, bunun da sahəsi 9, burada 9 və burada 9. Bizdən isə bu sahələrin cəmini soruşurdu. O zaman S bərabər olacaq. Daha doğrusu S cəm bərabər olacaq. 4 dənədirsə 4 vurulsun 9. Bu da bərabərdir 36. Doğru cavabımız oldu 36. Bu qədər sadə. Sonra növbəti suala baxaq. 20-ci sual. Bizdə verilib ki, böyük şərti verilməyinə baxmayın. Əslində sual çox asan bir sualdır. Həqiqətən sadəcə bizə səbirli olub sualı sonacan oxuyub başa düşübsəz, kifayət eləyir. Diqqətlə baxsınız burada. Bizdə sabit x kilometr saat sürətlə axan çayın sahilində bir düz xətt boyunca ardıcıl olaraq A, B və C məntəqələrində yerləşir. Motorlu qayıq çayın axını istiqamətində A məntəqəsindən C məntəqəsinə. Aşağıya diqqət eləsəz, burada məsafə verilib, qeyd edilib A, B, C verilibdir. Bizə bir dənə verilibdir. A ilə B arasındakı məsafə 44 kilometrdir. Biz bilirik ki, biz yol tapmaq üçün nə etməliyik? Yol tapmaq üçün deməli, bunu bir ayarlayaq. Okay. Deməli, biz yol tapmaq üçün nə edirik? Yol tapmaq üçün sürəti zamana vurmalıyıq. Burası aydın bir şey. İndi bizə verib ki, baxın, sürətimiz nə qədərdir? Sürət 30 plus x-dir. Zaman nə qədər? 4-dür. O zaman S nəyə bərabər olacaq? S dediyimiz, yəni, bax, A-dan C-yə gedir. Burada verilmiş şərtdə. O zaman AC nə qədər olacaq? SAC olacaq 30 plus x vurulsun 4 olacaq. Digər tərəfdən isə CB məsafəsində verib, yəni SCB nə qədər olacaq? SCB isə olacaq 30 minus x vurulsun 3 olacaq. İndi bizdən isə deməli, çayın axma sürətini soruşur. Yəni bizdən x-i soruşur. Okay. Deməli, biz burada nə eləyə bilərik? Biz burada əlimizdə olan bir dənə məsafələrdən bildiyimiz 44, yəni AB arasında məsafədir. Biz burada AB məsafəsini tapmaq üçün, yəni SAB-ni tapmaq üçün, AB-ni tapmaq üçün AC-dən çıxmalıyıq SCB-ni. Yəni biz ümumidən bir dənə CB-ni çıxsaq, bir dənə biz AB-ni almış olacaq. İndi gətirib yerini yazsaq. Bu da bərabərdir. Və SAB-nin isə 44 olduğunu unutmayaq. Buranı da 44 bizə veribdir. Bunu laf sonda yazaram. Qarışmasın. Deməli, SAC nədir? SAC 30 üstə gəl x vurulsun 4. Bunun da asılı nəyə bərabərdir? Yazsaq, vurub açsaq, yəni 120 plus 4x-dir. Okay. Bəs bu nədir? Bu isə 30 çıxılsın x vurulsun 3-dür. Yəni 90 minus 3x-dir. Gətirib yerinə yazsaq, 120 plus 4x çıxılsın. İndi mənfi olduğuna görə işarələr burada dəyişəcək. 90 plus 3x olacaq. Bu da bərabərdir. Məsafəni də 44 vermişdir şərtdə. Bərabərdir 44-də. Buradan alarıq ki 7x deməli plus 120-dən 90 çıxsaq 30 bərabərdir 44-də. 30-u da sağ tərəfə keçirsək 7x bərabərdir 14 almış olarıq və buradan x-ini 2 tapmış olarıq. Bu qədər sadə. Bizdən də x-i soruşmuşdur. Doğru cavabımız burada olacaq 2. Sonra baxaq növbəti suala. Bu 20-ci sual idi. 21-ci sual. Deməli bizdə bu sualda silsilərlə bağlı bir sualdır. Bizə verilib ki, yeni il üçün hazırlanmış şam ağacının budaqları mərtəbələr şəklində düzülmüş və bu mərtəbələr yuxarıdan aşağıya doğru 1-dən 9-a qədər nömrələnmişdir. Deməli bizə bir yeni il üçün şam ağacı var və bu şam ağacı bu şəkildə olsun. Və bizə verir ki, bu şam ağaclarının budaqları yuxarıdan aşağı doğru düzülübdür. Yəni bu şəkildədir.
Aha, bu şəkildə verilib. Yəni, okey. Bizə deyir ki, və yuxarıdan aşağıya doğru nömrələnib. Aha, yuxarıdan aşağı doğru nömrələnibsə və 1-dən 9-a qədər. Aha. Və ədədi silsilə əmələ gətirib deyirsə, o zaman bura A1 isə, bura A1-dirsə, yəni bura A2-dir, bura A3-dür, məsəl üçün də, yəni bura A4-dür. Yəni bu yuxarıdan aşağı doğru nömrələnibdir 1-dən 9-a qədər. Aha. İndi bizə deyir ki, 2-ci və 8-ci mərtəbədəki budaqların sayları cəmi 18. Yəni deyir ki, A2-ci hədlə, yəni 2-ci hədlə 8-ci hədin cəmi bizdə nədir? Bizdə 18-dir. Və 9-cu, 5-ci hədlərin isə, yəni budaqların fərqi isə 8-ə bərabərdir. O zaman yazırsan ki, A9 minus A5 bərabərdir 8-ə. Biz burada nə edə bilərik? Hər birinin asılışını yazsaq, A2-nin asılışı nədir? A2-nin asılışı nədir? Buradan yazıram davamını. A2-ni biz yaza bilərikmi? A1 plus D. Bəs A8 nədir? A8 isə A1 plus 7-dir. Və bu 18-ə bərabərdir. Aşağıdan isə alırıq ki, A1 plus 8-dir. Minus A1 minus 4-dir. Bu isə 8-ə bərabərdir. Biz buradan aşağıdan, baxın buradan A1-lər gedir. Qalır nə? 8-dən 4 çıxsa, 4D çıxsa, qalır 4D. Bu da bərabərdir 8-ə. Buradan D-nin 2 olduğunu almış oldum. D 2-dir. İndi yuxarıda bunu nəzərə alsaq, yuxarıda nə olur? Bax bu hissədə. Bu hissədə olur bizə, bax buradan davamını buradan yazıram. 2A1 plus 8D bərabərdir 18-ə. D-ni biz 2 almışdıq. Yəni 2A1 plus 16 bərabərdir 18-ə. Buradan da A1-i alırıq. Buradan da A1-i tapırıq 1. Deməli, birinci həddimiz 1 imiş və silsilə fərqimiz 2 imiş. Bizdən də soruşmuşdur, ən alt mərtəbədəki budaqların sayını tap. Ən alt olan deyirsə, 1-dən 9-a qədər idisə, yəni bizdən A9-u soruşur. A9-u soruşur. Bu həllər qarışmasın, artıq bu həllər. A9 bərabər nəyə? A1 plus 8-dir. Bu da bərabərdir. A1 1 idi. 1 plus 16. Bu da bərabərdir 17. Deməli, aşağıdakı ən aşağıda olan budaqların sayı 17 imiş. Belə bir maraqlı sual. İndi 22-ci suala baxaq. Deməli, bizdə burada nədir? Biz burada görürük ki, verilib ki, M, N, Y nöqtələri isə uyğun olaraq AC və CB, AB tərəflərinin orta nöqtələridir. Yəni M AC-nin orta nöqtəsidir, N CB-nin, E isə AB-nin orta nöqtəsidir. Və ortadakı kiçik MNY üçbucağının sahəsini isə bizə şərtdə görür ki, 10 veribdir. Biz bilməliyik ki, əgər bu kiçik üçbucağın təpə nöqtələri böyük üçbucağın orta nöqtəsinə düşürsə, o zaman burada yaranan hər bir üçbucağın sahələri bərabərdir. Yəni bunlar da 10-dur. Və bu hansı üçbucaqdır? Bu düzbucaqlı üçbucaqdır. Bizə isə CB-ni şərtdə özü 8 veribdir. Bizdən AC-ni soruşur. AC-yə də deyək bir dənə A. Və yaxud da heç A deməyək, A olsun A. Deməli, düzbucaqlı üçbucaqdır və ümumi sahəmiz nəyə bərabərdir burada? Ümumi sahəmizi tapdıq ki, 40-a bərabərdir. Ümumi sahənizi tapacaqdıq burada. S bərabərdir. Deməli, katetlərin hasili bölünsün 2. Yəni, A vurulsun 8 bölünsün 2. Bərabər olmalıydı 40-a. Buradan alırıq ki, 8A bərabərdir 80-ə, A isə bərabərdir 10. Biz A-nı ilə işarələmişdik? AC tərəfi ilə. O zaman AC nədir? AC 10-dur. Doğru cavabımız burada olacaqdır 10. Növbəti suala baxaq. Bu sualda isə bizə verib ki, perimetrləri cəmi 34 cm olan ABCD və CEFM paralleloqramların diaqonalları bir xəttdə kəsişir. AFM bizə verib ki, 13 cm olarsa, ABC və CFM üçbucaqların perimetrlərinin cəmini tap. Biz burada nə edəcəyik? Biz burada hər tərəfləri, yəni bütün ABCD və CFM paralleloqramlarının tərəflərini işarələsək, əslində burada
Çox asan şəkildə görəcəyik sualın həllini. Baxın, paralleloqramdırsa, o zaman bura A-dırsa, bura da A-dır. Və bura B-dirsə, o zaman bura da B-dir. Və C, E, F, M paralleloqramına baxsaq, deyək ki, bura X-dir. O zaman burada X-dir. Bura Y-dirsə və burada Y-dir. AC-yə də bir M desək, bura bir M desək, o zaman CFM-ə də bir N deyək. Bizə verib ki, A F-in uzunluğunu 13 cm veribdir. Yəni, M-lə N-in cəmin 13 cm veribdir. Aha, biz indi perimetrlərin cəmi veribsə, biz burada perimetrləri nə görürük? Baxın, ABCD-də nədir perimetr? Perimetr 2A plus 2B-dir. Və CEFM-də nədir? 2x plus 2y-dir. Və bu perimetrlərin cəmin bizə 34 cm veribdir. O zaman hər tərəfini 2-yə bölsəm, mən A plus B plus x plus y cəmini çalıram, alıram 17. Aha, bizdən soruşur ABC və CFM. ABC-yə diqqətlə baxsaq, ABC nədir? A, B və C. ABC-nin üçbucağın perimetrləri nədir? Deməli, SABC-yə görə tapsaq, yəni A plus B plus C və bir də CFM, C, E və M. Aha, bu üçbucağın da perimetri nədir? X plus Y plus N. Burada C olmayacaq. Yoldaşlar, burada C olmayacaq. Burada M olacaq. Plus M. Aha, bizdən bu üçbucaqların sahələrin cəmini soruşur. Yəni, bunların cəmini istəyir. Mənim əlimdə nə var? Mən AB, X, Y cəmini 17 bilirəm və M-N-i də 13 bilirəm. Gətirib hər birinin yerinə yazsaq, baxın, deməli, alacaq ki, 17 plus 13. Bu da bərabərdir 30. Deməli, doğru cavabımız burada olacaqdır. 30. Bu şəkildə. Sonra baxaq 24-cü sual. Okay. Deməli, bu sual nədir? Ehtimalla bağlı bir sualdır. Deməli, şəkil üzərində hərflər yazılmış 16 ədəd kart verilibdir. Bu kartlar torbaya atılır və təsadüfi olaraq 3 kart torbaya qaytarılmamaq. Bu bizim işimiz deməli həll edəcək. Qaytarılmamaq şərti ilə ardıcıl çıxarılır. Çıxarılan kartlardan birincisinin B, ikincisinin A. Burada ardıcılığa fikir vermək lazımdır. Baxın, birinci bizə nə deyir? Birinci B olsun. İkinci çıxarılan A olsun. Və üçüncü çıxarılan isə C olsun. Aha, biz burada ümumi nə qədər kart görürük? Ümumi burada 16 dənə əlimizdə kartımız var. Bu ümumi 16 dənə kartdan ilk olaraq gəlin, indi baxaq gör hər kartdan nə qədər var. Baxın, burada diqqətlə baxsaq, A nə qədərdir? 1, 2, 3, 4. 4 dənə A kartımız var. B-də nə qədərdir? 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 dənə B kartımız var. Deməli, 8, 12, 4 dənə də yəqin ki, C kartımız olmuş olacaq. Bu belə. Hər kartda nə qədər olduğunu bildik. İndi birinci bizə nə qədər deyir? Ümumi əlverişli hallarımız nə qədərdir? 16 dənədir. Biz yəni təsadüfi seçsə 16-dan biri düşə bilər. İndi birinci deyir ki, B olma ehtimalı. O B olma ehtimalı. B kartı nə qədərdir? 8 dənədir. O zaman təsadüfən birini çıxardanda B kartının gəlmə ehtimalı 16-da 8-dir. Sonra deyək ki, ikinci çıxardanda artıq biz bir dənə kart çıxarmışıq və bizə şərtdə vermişik qaytarılmamaq şərti ilə. O zaman vurulsun. Artıq 16 dənə kartdan bir dənəsini çıxartdım. Neçə dənəsi qaldı? 15 dənə qaldı. Artıq indi mümkün hallarım 15 dənədir. Bu 15 dənədən nə qədər çıxarda bilərəm? İkinci də deyir A kartını çıxart. A kart nə qədər? 4 dənədir. O zaman bu olacaq. Bunun ehtimalı 15-də 4. Artıq birini də çıxartdım. İndi nə qədər qaldı? Artıq 15 dənə idi. Birini çıxartdım. İndi yerdə 14 dənə kart qalıbdır. O 14 kartdan da çıxartdığım 3-cü kartın C olma ehtimalı. C nə qədərdir? 4 dənə idi. O zaman bu da olacaq 14-də 4. Bizdən bunları soruşur. Biz bunu hesablasaq cavabımız almış olacaq. Baxın, 4 ilə 4, 16. Bu 16 ilə gedəcək. 8, 4-ə gedəcək. 2 gedəcək. 4. Burada olur, yəni 4. 14 də 2 gedəcək 7. Bərabərdir. 4 yuxarıda qaldı. Aşağıda 15. Burada 7. Bu da eləcək. Hasılı 105. Yəni doğru cavabımız olacaqdır burada. 105-də 4. Daha sonra baxaq 25-ci suala və bizim yekun sonuncu sualımızdır. Deyək ki, hovuzu doldurmaq üçün istifadə edilən A kartından
A kranından, boşaltmaq üçün isə istifadə edilən B kranından axan suyun miqdarı zamandan asılı qrafiki verilmişdir. Aha, yəni A kranı doldurur, boşalır. A kranı doldurur, B kranı isə nə edir? Boşaldır. Aha, deməli biz burada diqqətlə baxsaq, baxın A kranına diqqətlə baxaq, bir də B kranına diqqətlə baxaq. A kranı 2 saat ərzində 2 saat ərzində nə qədər doldurur? 18 saat doldurur. Aha. Və bizə deyir ki, 8 saata görə, yəni 8 saat açıq qalarsa, o zaman 8 saata bu nə qədər doldura bilər? 8 saata 4 dəfə çox, yəni 72 saat doldur. Deməli 72 saat niyə yazdım bura? Saat yox. Görək. Burada 18 litrdir. Aha. Deməli 4 saata 8 saata görə də yəni belə yazaq tam anlaşılsın. 8 saata görə də deyək ki, 1 A litr dolduracaq. Tamam mı? Biz burada həll eləsək A litrini alacaq neçə? 72 almış olacağıq. A 72 litrdir. Aha. Deməli 8 saat ərzində A borusu, yəni A kranı 72 litr doldura bilər. Bəs B kranı nə edir? B kranı boşaldır. B kranı 3 saata 15 litr boşaldı. Deməli 15 litr boşaldı. Bizdə isə 8 litr deyir açıq qalacaq. O zaman 8, daha sonra 8 saat açıq qalacaq. 8 saata isə deyək ki, 1 litr boşalda bilər. O zaman həll etsək, buradan da B-ni alarıq. Buradan da B-ni alarıq 40 litr. Deməli 8 saat açıq qalsa bu 40 litr boşaltmış olacaq. Okay. İndi isə bizə deyir ki, həcmi 50 metr kub olan boş hovuzu neçə faizi su ilə doldurar? Baxın. Deməli A borusu, yəni A kran daha doğrusu, fərqi yoxdur ya, boruya kran. Bunu 72 litrin doldurdu 8 saat ərzində. Eyni zamanda asla baxın. Bir kranı isə bunun 8 saat ərzində 40 litrin boşaldı. O zaman nə qədər qalacaq orada? 72 minus 40 bərabərdir 32 litr su həmin boruda olacaq. İndi isə deyir, həcmi 50-dir. Yəni 50 metr kub olan boş hovuzu neçə faiz su ilə dolar? Nə qədər doldu? 32-si. Amma cəmi nə qədər olmalıdır burada? Maksimum ədəd tur 50. O zaman 32 50 neçə faizi tapmaq üçün 32-ni böləcəyik 50-yə, vuracağıq 100-ə. Bu da bərabərdir 50 ilə 100 ixtisar gedər 2, bərabərdir 64 litr. Daha doğrusu 64 faiz. Litr deyirəm yenə. 64 faiz. Deməli bu neçə faizi su ilə dolar? 64 faizi su ilə dolmuş olur. Bununla da uşaqlar bitirdik bu izahı da. Sağ olun, hər birinizə uğurlar. Növbəti izahlarda görüşənə qədər.